bürcü 4 may 2026-cı il. Tələsik davranmamağa, ani qərarlar, kəskin ifadələrdən çəkinməyə çalışın. Ümumilikdə əsəbi şəkildən bir qədər daha ehtiyatlı olun. Gün ən asan gün olmayacaq, amma diqqətli olsanız və problemlərdən qaça biləcəksiniz. Bir çox qoçlar günün əvvəlində işlə bağlı çətin qərarlar qəbul etməli olacaqlar. Üstəlik ziddiyyətli məlumatlar daxil olacaq. Buna görə tərəddüd və şübhələr tam başa düşüləndir. Biraz fasilə verib faktları yenidən təhlil etmək və intuisiya səsinə qulaq asmaq faydalı olacaq. Buğa bürcü 4 may 2026-cı il. Gün bir neçə çətin vəziyyət gətirəcək, amma narahat olmağa dəyməz. Bunların öhdəsindən gəlmək üçün kifayət qədər bacarıq və daxili gücünüz var. Səhər saatları danışıqlar və ciddi iş məsələlərinin müzakirəsi üçün uyğundur. Əgər imkan varsa, görüşləri sakit və xoş mühitdə təşkil etməyə çalışın. Ezamiyyətlərdə və iş səfərlərində daha ehtiyatlı olun. Yol gözlədiyinizdən daha çox vaxt və enerji ala bilər. Nəticə isə istədiyiniz qədər təsirli olmaya bilər. Üstəlik boşuna xərclər və maliyyə itkiləri mümkündür. Buna görə pul kisənizə diqqət edin və hesablamalarda ehtiyatlı olun. Əkizlər bürcü 4 may 2026-cı il. Gün çətin, dolğun və eyni zamanda maraqlı olacaq. Siz həmişəkindən daha çox həssas olacaqsınız. Buna görə ən xırda hadisələr belə güclü emosiyalar doğura bilər. Bu gün əsas məsələ tələsməməkdir. Tez və impulsiv hərəkət etmək istəyə bilərsiniz. Amma bu istəyi cilovlamağa çalışın. Bütün variantları sakit şəkildə düşünmək. Hər birinin müsbət və mənfi tərəflərini ölçüb biçmək və yalnız bundan sonra qərar vermək lazımdır. Bu yanaşma sizi sonradan peşman ola biləcəyiniz addımlardan qoruyacaq. Xərçəng bürcü 4 may 2026-cı il. Bugün hadisələrin mərkəzində olacaqsınız və üzərinizə çoxlu tapşırıqlar düşəcək. Həm də yalnız öz işləriniz yox, həmkarlar və ya tərəfdaşların sizə yönəltdiyi məsələlərdə. Bunu əlavə yük kimi qəbul etməyin. Sizin kömək etməyə hazır olmanız və çətin vəziyyətlərdən çıxış yolu tapmaq bacarığınız başqalarına sizin etibarlı olduğunuzu göstərəcək. Siz bütün işlərə səmimi həvəslə yanaşacaqsınız. Təəccüblü deyil ki, ətrafınıza həmfikir insanlar toplaşacaq və ideyalarınızı dəstəkləməyə hazır olacaqlar. Şir bürcü 4 may 2026-cı il. Ulduzların dəstəyi sayəsində özünüzdə enerji və özünə inam artımı hiss edəcəksiniz. Boş oturmaq mümkün olmayacaq. Sizi hərəkət etmək, yaratmaq və yeni zirvələrə çatmaq istəyi bürüyəcək. Ən çətin tapşırıqları belə həvəslə yerinə yetirməyiniz əsas üstünlüyünüz olacaq və bir çox çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. Maliyyə məsələlərini həll etmək, ciddi iş danışıqları aparmaq üçün əlverişli zamandır. Əgər böyük bir müqavilə bağlamağı və ya vacib sənəd imzalamağı planlaşdırmısınızsa, məhz indi uyğun vaxtdır. Qız bürcü 4 may 2026-cı il. Gün sizdən səbr və dözüm tələb edəcək. İşlər istədiyiniz qədər asan getməyə bilər və nəticə əldə etmək üçün həmişəkindən daha çox səy göstərməli olacaqsınız. İlk cəhdə hər şeyin uğurlu alınmaması mümkündür. Buna görə ruhdan düşməyin. Bəzən uğura aparan yol bir neçə cəhd tələb edir. Çoxlu söhbətlər və müzakirələr olacaq. Bəzən kifayət qədər gərgin. Həmkarlar və ya tərəfdaşlarla fikir ayrılıqları mümkündür. Çünki siz mövqeyinizdən geri çəkilmək istəməyəcəksiniz. Tərəzi bürcü 4 may 2026-cı il. Bu gün xüsusilə diqqətli olmalısınız. Sadə və açıq görünən həllər işləməyə bilər və siz hadisələrin mahiyyətinə daha dərindən varmalı, əlavə suallar verməli və əvvəlcə əhəmiyyətsiz görünən məlumatları təhlil etməli olacaqsınız. Vacib suallara cavabları tez əldə edəcəyinizi gözləməyin. Lazım olan məlumatı əldə etdikdə o gözlənilməz və hətta bir qədər çaşdırıcı ola bilər. Sizə inanılmaz görünən şeyləri dərhal rədd etməyin. Hadisələrin sonraki inkişafı onların real olduğunu göstərə bilər. Əqrəb bürcü 4 may 2026-cı il. Gün peşəkar inkişaf və işgüzar əlaqələrin möhkəmlənməsi üçün bir neçə imkan yaradacaq. Maraqlıdır ki, başqalarının problemlərini həll etməyə nə qədər çox vaxt ayırsanız, öz işlərinizdə bir o qədər uğurlu olacaq. İşgüzar münasibətlərdə yaxşıya doğru dəyişikliklər mümkündür. Əvvəllər sizi dəstəkləməyən və ya hətta rəqib kimi gördüyünüz insanlar gözlənilmədən sizin tərəfinizə keçə bilərlər. Ox adam bürcü 4 may 2026-cı il. Günün əvvəlində bəzi çətinliklər yarana bilər və bunun əsas səbəbi vəziyyəti qəbul etmə tərziniz olacaq. Siz yalnız xoşunuza gələn məqamları görüb real maneələri görməməzliyə vura bilərsiniz. Bu yanaşma müəyyən çətinliklər yaradacaq və bəzi imkanları qaçırmağınıza səbəb ola bilər. Səhər saatlarında ciddi iş rejiminə köklənmək çətin olacaq. Faydalı işlər sizə darıxdırıcı görünə bilər və onları istəksiz yerinə yetirəcəksiniz. Oğlaq bürcü 4 may 2026-cı il. Gün sizə maraqlı imkanları təqdim edəcək, yeni perspektivlər açacaq. Əgər siz başqalarına biraz daha çox güvənib onların köməyini qəbul etsəniz, günün əsas tövsiyəsi bütün problemləri tək başına həll etməyə çalışmayın. Ətrafınızda sizə kömək etməyə hazır insanlar var. Uğurlu sövdələşmələr bağlamaq imkanı yaranacaq. Əgər hansısa biznes layihə barədə düşünürsünüzsə və ya əməkdaşlıq planlaşdırmısınızsa, indi hərəkətə keçmək üçün münasib zamandır.
Dolça bürcü 4 may 2026-cı il. Gün sizə sakitlik və harmoniya gətirəcək. Müxtəlif işlər və təşəbbüslər üçün əlverişli şərait yaranacaq. Hadisələr sabit və proqnozlaşdırılan şəkildə inkişaf edəcək. Bu da planlarınıza sadiq qalmağa imkan verəcək. Bu gün xüsusilə yeni biliklər əldə etmək, dünya görüşünü genişləndirmək üçün uğurludur. Əgər yeni bir şey öyrənmək istəyirsinizsə, indi bunun üçün ideal vaxtdır. Balıqlar bürcü 4 may 2026-cı il. Gün dolğun və məhsuldar olacaq, amma sizdən müəyyən şeylər tələb edəcək. Hər şeyin öz-özünə baş verəcəyini gözləməyin. Təşəbbüs göstərməli olacaqsınız. Bununla belə demək olar ki, başladığınız hər işi uğurla başa çatdıra bilərsiniz. Vacib və faydalı bir şey öyrənmək şansını qaçırmayın. Həmkarlar dəyərli təcrübə paylaşa və siz maraqlı məlumat əldə edə və ya yeni perspektiv açan müzakirələrdə iştirak edə bilərsiniz.